Diqqət, diqqət, göstərir Bakı. 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. Şərqdə ilk televiziyanın fəaliyyətə başlamasından ötən 70 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub. Ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib. 1996-cı ildə istismara verilən Bakı Teleqüllə kompleksi bugün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır. Teleradionun uğurlu fəaliyyəti ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan televiziyasının xalqın milli sərvəti adlandıran ulu öndər, onun cəmiyyət həyatında quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir. Siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bugün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyini həm ölkə daxilində, həm də dünyada tam dəqiqliyi ilə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir. Artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya Azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır. Televiziyanın efirində ərsəyə gələn hər bir verilişdə, hər bir video sujetdə böyük yaradıcı kollektivin əməyi var. Hazırda Azərbaycan televiziyasında müxtəlif mövzularda tok-şovlar, portret və səyahət verilişləri, musiqili əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir. Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir. Studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Ölkə başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir. Azərbaycan televiziyasındakı dəyişikliklər həm də verilişlərin məzmun və formatında özünü biruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var. 2009-cu il fevralın 1-də efirə çıxan İdman Azərbaycan kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi əhəmiyyətin təsdiqinə çevrilib. 2011-ci ildə isə Azərbaycan televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan Mədəniyyət kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi Mədəniyyət kanalı Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ eləyir. Dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır. Bugün Azərbaycan Teleradiosunun nəzdində həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib. Radio verilişlərinin ideya bədii məzmunu keyfiyyətcə yenilənib. Son illər teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ehtiva edən 3 peyklə dünyaya yayımlanaraq yüksək əyyarlı peşəkar telekanala çevrilərək ən son texniki standartlara çevrilib.